Mən bu sözü eşidəndə ağlıma Mədəniyyət Nazirliyi gəldi. Müğənninin son günlər tənqid etdiyi nazirlik. Belə yazırlar ki, Mədəniyyət Nazirliyi bu videonu sifarişlə çəkdirib. İnanmaq istəmirəm ki, bir nazirlik bu qədər ucuz bir video sifariş verə. Hər cümləsi müğənninin geyimi ilə bağlıdır. Demək ki, axtarıb geyimdən başqa heç nəyini tapa bilməyiblər. Bu xanım müğənnidir. Hansı əməkdar, xalq artisti qapalı geyinir? Aşağı yuxarı hamısı bu cür açıq-saçıq geyinirlər. Məsələn, Aygündür, Röyadır, Tünzalədir, Brilliant Dadaşovadır. Hamısı bu tərz geyinir. Onu da deyim ki, baxın, xüsusən vurğulayıram ki, mən bu müğənninin dinləyicisi deyiləm. Amma bu müğənni ölkəmizdə baş verən sosial problemləri işıqlandıran, gündəmə gətirən bir xanımdır, bir vətəndaşdır. Və o ki qaldı tənqid məsələsinə, tənqid inkişaf deməkdir. Hər hansı bir vətəndaş bir qurumun fəaliyyətini tənqid edirsə, ona palçıq atmağa çalışmamalıyıq. Susturmaq istəyirsinizsə, susturmağın bir ədalətli yolu var. Yaxşı iş ortaya qoyun. O tənqidə qarşı yaxşı bir iş ortaya qoyun ki, bu müğənni sussun. Daha Mədəniyyət Nazirliyini tənqid etməsin.